Həsəd bədənin qurdudur. Deyirlər ki, filan kəsin bədəni həsəddir. Yəni filan kəsin bədənində qurd vardır. Həqiqətən həsəd edən kəs heç vaxt başçı ola bilməz. Ona görə deyən kəs doğru demişdi ki, Əl-həsudu lə yəsud. Həsəd aparan kəs başçı ola bilməz. Ona həsədin tərifini verəndə deyilmişdi ki, həsəd edilən kəsdən neymətin həsəd edən kəsə getməsini arzulamasıdır. Həsəd böyük bir şərdir, həlak edici bir xəstəlikdir, dağıdıcı bir xəstəlikdir. Əgər insanın bədəninə düşərsə də, o bədəni insana düşərsə də, insanı fəsad edər və ona böyük bir zərər verər. Ona görə Allah Subhanahu taala çox ayələrdə bu barədə danışmışdır və bildirmişdir. Həmçinin ayələrdən biri "Və min şerri hasidin izə həsəd." Həsəd aparanın şərrindən Allaha insan sığınsın. Allah Teala bunu əmr eləmişdir. Həsəd yaradılmışların ən şərlilərinin sifətidir. Yaradılmışların ən şərlilərinin sifətidir. Bunun üçün də iblis atamız Adəm əleyhissalama həsəd aparmışdı. Allah Teala'nın ona verdiyi nemətlərə, fəzilətə görə və onun Adəm əleyhissalamın oğlanlarından birini o birisinin üzərinə salmışdı. Həsəd etdiyinə görə düşmənçilik etmişdi onunla. Deyir, onlara Adəmin oğlanlarının xəbərini oxu girən, haqqı ilə olan xəbəri. Onlardan ikisi də qurban verirlər Allah üçün. Onlardan birindən qəbul olunur, o birisindən isə qəbul olunmur. Qəbul olunmayan deyil ki, "Ləqtulənnek." Mən səni qətl edəcəm. İbn Adil rahmehullah deyir ki, Adəm əleyhissalam o vaxt ki, oğlanlarına göndərilmişdi, evlatlarına göndərilmişdi, yəni peyğəmbər olaraq göndərilmişdi. Ta ki, Qabil, onlar müsəlmanlar idilər, onlar itaətkar müsəlmanlar idilər, onlar arasında heç bir dildə ixtilaf baş verməmişdi. Ta ki, Qabil Habili qətlə yetirənə kimi. Bu nə ilə olmuşdur? Bu həsəd və səbəbilə olmuşdur. Yəni, həsəd səbəbilə ki, niyə onun qurbanı qəbul olunubdur, mənim qurbanım qəbul olunmubdur və bu səbəbdən olmuşdur. Həsəd Yusifin qardaşlarını ona əziyyət verməyə aparmışdır. Yusuf əleyhissalamın qardaşları ona həsəd edərkən Allah Teala onlar barəsində hekayə edərək deyir ki, "İz qalu la Yusufu və əxuhu əhabbu ilə əbinə minnə." Dedilər ki, Yusuf və onun qardaşı atamıza bizdən daha sevimlidir. Yəni atası Yaqub əleyhissalam Yusifi və qardaşını daha çox sevirdi bunlardan. Biz isə bir toplumuq. Yəni biz toplumuq, qardaşları çox idi. Həqiqətən atamız açıq aydın azınlıqdadır. Yəni biz onlar 2 nəfərdir, onlar biz güclüyük, çoxuq, bizi yox, o ikisini sevir və atamız açıq aydın deyil, azınlıqdadır. Nə edirlər? Həsəd aparırlar, deyirlər ki, "Uqtulu Yusufa." Yusufu qətl edin. Və yaxud da ki, onu bir yerə toplayın. Qoy atanızın sevgisi xüsusi sizə olsun. Yəni atanız üzünüzü onlar olmadıqda sizə çevirəcək, yəni sizi daha çox sevəcəkdir. Əl-Mərvaqi rahmehullah deyir ki, Yaqub əleyhissalam Yusuf əleyhissalamla onun qardaşına o vaxt ki, onların anası dünyasını itirir və bunlara kəfil olur. Atadır da, yəni bunlara baxır və daha çox bunlara vaxt ayırır. Xüsusən də Yusifi daha çox sevir. Yusuf əleyhissalamı daha çox sevir. Bu səbəbdən də qardaşları bu ikisinə nə edir? Həsəd aparır. Ən çox da həsəd apardıqları Yusif idi. Xüsusən də yuxunu gördükdən sonra, Yusuf əleyhissalam gördüyü yuxudan sonra onların həsədi daha da artır. Həsəd şərli Yahudilərin sifətidir. Şərli Yahudilərin sifətidir ki, onlar Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə həsəd aparmışdılar. Nəyə görə? Allah Subhanahu taala Muhammed sallallahu aleyhi və səlləmi nəbiliklə, risalə ilə seçdiyi üçün və onlar Muhammed sallallahu aleyhi və səlləmə və onun ümmətinə qarşı neyniklər, kin, küdrət və düşmənçilik aparıblar və aparırlar da. Allah Teala onlar barəsində deyir ki, "Vəddə kəsirun min əhlil kitabi law yərdunakum min ba'di imanikum kuffaran hasada."
min indi anfusihim. Kitab əhlindən bəzisi, ya da çoxu, onlardan çoxu istəyirlər ki, siz imanınızdan sonra küfrə qayıdasınız. Yəni sizin küfrə qayıtmağınızı istəyir imanınızdan sonra. Onların nəfsindən olan həsədə görə. Yəni ki, bu həsəd səbəbi ilə sizlərin imanınızdan sonra küfrə qayıtmağınızı istəyir. Ona görə bu kimlər ki, çıxıb onların dəvətini aparır, Yahudilərin dəvətini aparır, onların işi nədən ibarətdir? Müsəlmanların dinində onları şəkkə salmaq. Demir çıx Yahudi ol, demir çıx Hristiyan ol, buizi ol. Yox, sən şəkkə düş. Sən şəkkə düşdünsə dinində çıxmış sayılırsan. Çünki müsəlman dinin əsillərində heç vaxtı, nəinki əsillərində, hətta furulanda şəkkə olmamalıdır. Ola bilsin nədəsə zahir ola bilər, amma bütün hallarda bunlar insanları, hətta Allahın kitabında belə insanları neyirlər, şəkkə salırlar ki, insanlar dinlərindən çıxsınlar. Ona görə həsəd aparan kəsin misalını nəyə oxşadıqlar? Sifətini nəyə oxşadıqlar? Şiddətli zəhərə olan ilana. Şiddətli zəhəri olan ilan heç vaxt sakit durmur. Ta ki o zəhərini boşaldadır ki. Elə ki zəhərini boşaldıb dincəlir. Salıb çıxır gedir. Həsəd aparan insan da bunun misalındadır. Həsəd aparan kəs Allah Subhanahu taalanın nemətlərinin, qullarına verdiyi nemətlərinə düşmənçilik edən kəsdir. Düşmanıdır. Allahın böldüyü qismətlə razı olmayan kəsdir. Həsəd aparan kəs. Allah Subhanahu taala öz hikməti ilə, öz tədbiri ilə nəyi bölübsə də, qullarına nəyi veribsə də, həsəd aparan kəs o şeydən razı olmur. Əbu Hatim el-Busti rahmeullah deyir ki, bir kişiyə əlamət olaraq kifayətdir ki, həsəd aparan olsun. Yəni, şər əlaməti olaraq ki, bu insan şərli insandır, deyilsin. Yəni, həsəd aparması nədir? Bunun üçün kifayətdir. Həsəd nə insanda varis qoyur? Qəm, qüssə, sağalmaz bir xəstəlikdir. Elə bir xəstəlikdir ki, sağalmaz bir xəstəlikdir. Həsəd aparan kəs öz qardaşında neməti gördükdə pis olur, qəzəblənir və onda əyri büdrətlikdə, qardaşının əyrini büdrətliyini gördükdə isə sevinir. Gördün, nə yaxşı olur. Bu həsəd aparan kəsin sifətidir. Həsəd aparan kəs Allahın qədərlərindən razı olmaz. Allah Subhanahu taalanın tədbiri ilə razı olmaz. Allah taalanın hikməti ilə razı olmaz. Və bu da böyük bir şər yaratmış olur onda. Zulm, düşmənçilik, bundan başqa olan günahlar. Həsəd aparan kəs, onun həsədi Allaha şükür eləməkdən onu məşğul edirdir. Allahın nemətlərinə şükür eləməkdən onu məşğul edirdir. O, Allaha şükür eləmək yerinə başqalarına həsəd aparır. Niyə falan kəsə verdi? Niyə falan kəsə oldu? O nemətlərin ondan getməsini istəyir. Allah Subhanahu taala qəza və qədərini etiraf eləmir. Həqiqətən həsəd aparan kəs nəticəni oturub fikirləşsə və orada olan əsəbləri fikirləşsə, görəcəkdir ki, onun həsədindən ona heç bir pay yoxdur. Əksin onun üçün ziyan vardır. Oturub fikirləşən kəs üçündür bu. Görəcəkdir ki, sonluq pis əsərlərlə nəticələnir. Və dünyada da acı bir, axirətdə də, dünyada da acı bir şey əldə eləmiş olur. Axirətdə savablarını itirirsən, axirətdə, dünyada da dünyanı əldə eləmirsən, qəm qüssə içində qalırsan. Ona görə möminə vacibdir ki, Allah Subhanahu taala ona verdiyi hər bir fəziləti, hər bir niməti neyləsin, onunla razı olsun və Allahın fəzilətindən Allah taaladan hər şeyi istəsin. Allah Subhanahu taala nə deyir Quran-ı Kərimdə? Və la tətəmənnəv mə fəddəlallahu bihi ba'dakum alə ba'd. Yəni Allah taala sizləri bir-birinizlə fəzilətləndirməyinizdən onu arzulamayın. Və la tətəmənnəv, yəni ki, Allah sizi bir-birinizdən fəzilətli edir. Siz arzulamayın ki, sən ondan üstün olasan, davağa gedəsən, ondan o nemət geçsin. Bunu eləməyin. Ginən. Lirricəli nasibun mimmə iktəsəbu. Kişilər qazandıqlarından payı var. Həmçinin də qadınların qazandıqlarından payı var. Allahdan, onun fəzilətindən istəginər. Həqiqətən Allah taala hər bir şeyi biləndir. Sələfin sözləri vardır, həsədin pis olması barəsində. Muaviyə ibn Əbu Süfyan radiyallahu anhuma deyir ki,
Kullun nasi aqdiru ala en urdiyahu. İnsanların hamısını razı salmağa qadirəm. Yalnız deyir, nimətə həsəd edən kəsdən başqa. Nimətə həsəd edən kəsdən fəinnehu la yurdihi illə zəvaluhu. Onu yalnız həmin nimətin getməsi razı salar. Yəni səndə olan nimət getməyəndə kimi razı qalası deyil. Nə istər elə deyil. Özündə olan 10 mislində ona vergilə. Özündən onu üstün tut ki, hər bir şeydə razı olmayacaq. Diyetət ki, səndən. Ona görə belə bir qissə var, əlbəttə, o nihayədə zikr olunur ki, bir gün Musa aleyhissalam görür ki, bir qadın ağlayır. Deyir, niyə ağlayırsan? Deyir, qonşunun inəyə süd verir, mənə inəyim süd verilir. Deyir, Allah duyulur mu sən inəyə bir vedrə süd verirsin? Deyir, yox. Deyir, duyulur mu 2 vedrə süd versin? Deyir, yox. Deyir, duyulur mu ki, ondan çox versin, qonşunun inəyindən çox süd versin sən? Deyir, yox. Deyir, bə nə istəyirsən? Deyir, istəyirəm onun inəyə süd verməsin. Bu həsəd aparan kəsdir. Yəni, bu pis sifətdir. Şərli insanların sifətidir. İbn Sirin rəhməhullah deyir ki, mən dünya işlərindən heç bir kəsə həsəd aparmadım. Niyə? Bu vaxt ki, biləndə ki, o insan cənnət əhlindən olacaqdır, onda dünya nədir ki, mən ona həsəd aparım, cənnətin qarşısında. O vaxt biləndə ki, bu insan cəhənnəm əhlindən olacaq, yəni belə fikirləşirlər də, oturub fikirləşir. Fikirləşdim ki, bilmir ki, bu dünyası bunu cəhənnəm aparır. Ona görə də heç kimə nə deyir? Mən həsəd aparmadım. Məsələn, Həsən Basri rəhməhullah deyir ki, Mə rəaytu zalimən əşbəhə bi məzlumin min həsid. Məzluma zulm edən kəsdən həsəd aparandan şiddətini görmədim. Yəni, həsəd aparan kəs zalimdir. Məzlum kəsə zulm eləmiş olur. Fəkeyfə əhsuduhu, demək, deyir ki, nəfəsin dəim, davam etdiyi nəfsi vardır, onun yanında kədəri vardır, qutarmaz qəm qüssəsi vardır. Yəni, insanın qəm qüssəsi qutarmır, həmişə qəm qüssəsindədir, həsəd aparan kəs, əvzubillah. Ona görə həkimlərdən biri deyir ki, həsədi pisləyərək, deyir, bəzi hökəmələrə sual verirlər ki, hansı düşmanının səni sevməyinə qayıtmağını istəmərsən? Hansı dostunun sənə qayıtmağını istəmərsən? Deyir ki, hansı ki, onun sevgisi məndə olan neymətin getməsinlə yaranır onu. Yəni, məndə olan neymət gedəcək, ondan sonra qadir gələ məndən dost olacaq. Həmin dostun qayıtmasını istəmərəm. Özünü dost kimi göstərir, sonra çıxır gedir. Onun qayıtması bir halda olur ki, səndə olan neymətlər gedir, qayıdır səndən dostluq edir. Onun qayıtmasını nə deyir? Deyir, istəmərəm. Ona görə insan lazımdır ki, bu sifətlərə düşməməkdən ötəri Allaha sığınsın və səbəbləri axtarsın ki, necə eləsin ki, bu sifətlərə düşməsin, bu pis sifətlərə düşməsin. Həqiqətən kim yetəməlləqa idə şəhidə və yaxtabə idə qabə, demək, onun əlamətlərindən neyir? İnsan dalınla danışır, insana baş müsibət baş verdikdə onu sevinir. Yəni, bu nədir? Bu, həsəd aparanın həsədidir. Allah subhanət Allah istəyirəm ki, bizləri həsəd etməkdən və həsəd olmaqdan